Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər. Yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Dövlət başçısı tədbirdə çıxış edib. Cəbrayıl şəhərinin azad olmasının 4-cü il dönümüdür. Bu münasibətlə sizi, bütün Cəbrayılları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl hadisəni bugün 4 il sonra Cəbrayılda biz qeyd edirik. Bildiyiniz kimi mənim sərəncamımla 4 oktyabr Cəbrayıl şəhər günü elan edilmişdir. Və əminəm ki, bundan sonra hər il bu gözəl günü biz qeyd edəcəyik. Dövlət başçısı xatırladıb ki, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilib. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır və bugün Cəbrayıla gələn hər bir insan görür, həm köhnə yol, hansı ki Sovet vaxtında olan yol yenidən qurulmuşdur və mən o yolu çox yaxşı xatırlayıram, çünki zəfərdən sonra o yolla dəfələrlə bu bölgələrə gəlmişəm və yeni 4 zolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər, oradan da Laçına qədər davam edir. Keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Prezident İlham Əliyev bildirib ki, birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadə verilib. Bir hissəsinin də istifadə verilməsi yaxın aylarda nəzərdə tutulur. Və beləliklə Cəbrayıl şəhərinin birinci yaşayış məhəlləsi istifadə verilir. Deyə bilərəm ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Hərəkətləri... Prezident İlham Əliyev Ermənistana bugün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi qərb dövlətlərindən də danışıb. Bugün baxın Rusiya-Ukrayna müharibəsinə qərb dövlətləri, Fransa, Amerika, o birisilər nə deyir? Deyir, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir. Ukrayna silahdan istifadə etməlidir. Bütün növ silahları Ukraynaya verirlər. Yaxşı, bəs bizim işğal altında olan torpaqlarımız buna niyə münasibət fərqlidir? Bizim də axı ərazi bütövlüyümüz pozulmuşdur. Bizim insanlar, 1 milyon insan evsiz, eşiksiz qalmışdı. Kim bizə kömək eləyirdi? Vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, çadırlarda 1 milyon insan yaşayanda niyə bu dərəcədə ikiyüzlülük göstərilir? Və bu suallara cavab tələb edirik. Prezident İlham Əliyev qərb ölkələrinin Ermənistanı silahlandırmasına da diqqət çəkib. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. Və o silahlar nə üçün onlara verilir? Pulsuz. Yəni, yenə də bax, bizim şəhər kəndlərimizi bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da heç nə alınmayacaq. Ancaq bugün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bugün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar. Xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Prezident İlham Əliyev təhlükəli oyuna qoşulan Ermənistana xəbərdarlıq edib. Ermənistan təhlükəli oyunlara qoşulur. Və 2-ci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdi. Necə Rusiya müraciət eləyirdi gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə.
ki, müharibə dayandırılsın. Bu onların yadından çıxıb. İndi yeni sahiblər tapıblar. O sahiblər qabağında diz üstə yürüyürlər. Prezident İlham Əliyev onu da vurğulayıb ki, dünyada vəziyyət dəyişir. Bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Tövsiyəm oydu ki, orada